Magazin Plus plastik rekonstruktiv estetik uzman həkim Talib Qasımovun baş sponsorluğu, Saf Travel və Tural Avtoservis 023-ün sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin baş sponsoru plastik rekonstruktiv estetik uzman həkim Talib Qasımov. Verilişin sponsorları Tural Avtoservis 023 və Saf Travel. Saf Travel bu dəfə yığdı ailəsini, komandasını, üz tutdu Nabrana. Bütün bu görüntülər Magazin Plus'da eksklüziv olaraq. İzləyicilərimizin bir çoxu Saf Travel'ın təşkil etdiyi turların nə dərəcədə maraqlı və yadda qalan olduğunu bilirlər. Hazırda səhər saat 7-ni göstərir və biz yay mövsümündə istirahətçevərlərin ən çox üz tutduqları məkanlardan birinə yola düşəcəyik. Tur boyu əyləncəli oyunlar, maraqlı söhbətlər və yüksək səviyyəli təşkilatçılıq iştirakçılara əsl istirahət yaşatdı. Və çox yeri gəzmişəm, amma Saf Travel'in bax turizm şirkətinin təşkil elədiyi turlardan yoxdur. Tərifləmirəm, bu bir reklam deyil, bu həqiqətdir. Təhlükəsizlik və komfortun hər detalda hiss olunduğu bu tur iştirakçıların qəlblərini fəth etdi. İllərdir Saf Travel'ın xidmətlərindən istifadə edirəm. Ölkə daxili bütün turlarında olmuşam. Samirə xanıma hörmətim böyükdür və tur rəhbərləri Nurlanla da aram yaxşıdır. Ona görə onlarla eləmək daha gözəldir. Təəssüratlarım superdir. Saf Travel'la gəldim. Hər şey hələ ki mükəmməldir. Konserti gözləyirik. Axşamki tədbiri həvəslə gözləyirəm. Möhtəşəm bir gecə olacağını vəd ediblər bizə. Möhtəşəm bir traveldir. Səyahət paketləri çox münasibdir. Xoşum gəlir, 5 ildir gəlirəm, gedirəm, razı qalıram otelimizdən, xidmətlərindən. Bugün Saf Travel'in təşkilatçılığı ilə Nabranda çox əyləncəli və rəngarəng turumuz baş tutdu. Bu həftədən etibarən Nabranda və ölkəmizin dilbər güşələrində yerləşən ən öndə gedən istirahət mərkəzlərində turlarımız olacaq. Tur rəhbərlərimiz yol boyu bir-birindən əyləncəli oyunlar və yarışlar təşkil edəcək. Yol boyu və istirahət zamanı qəti darıxmayacaqsınız. Bizim turlarımızda tam səmimi ortam olur. İllərdir Saf Travel bizə hər yay mövsümü boyunca turlar təşkil edir. Həm günlük turlar, həm qalıcı turlar. Saf Travel'ın gecə əyləncələrini isə yalnız turlarımızda iştirak edənlər bilir. Bu il mən yay mövsümündə ilk mahnımı burada buraxıram. Mahnının adı belədir, Puluma Minnət. Yəni bütün pul qazananlara aid. Narahat olmayın, növbəti turda siz də iştirak edə bilərsiniz. Bunun üçün qeyd olunan nömrə ilə əlaqə saxlamağınız kifayətdir. Xalq artisti Zabit Nəbizadə oğluna toy məclisi etdi. O, məclisdə həm kövrəldi, həm sevindi. Elə bütün bu görüntülər Magazin Plus'da eksklüziv olaraq. Xalq artisti Zabit Nəbizadənin ailəsində baş tutan təmtəraqlı bəylik toyu sənət camiasını bir araya gətirib. Bakı kəndində toyda kifdə olmasa, deməli
o Bakı kəndinin toyu deyil. Bax hazırda küftələri görürük. Uğlamadır, xaşlama, kabab, qovurma. Amma küftə mütləq olmalıdır. Şahı küftədir. Mütləq. Həmişə toylarda, həmişə şadlıqlarda. Tikə deyilirlər, pomidor badımcandır, sonra toyuq ürəmiz var. İnşallah birazdan nanəli çayımız olacaq, kək otu olacaq, mixey, darçın, qızılgül, cürə-bəcürə çaylarımız olacaq. Bu boyda məclisə çay çatdıra biləcəksiniz. Əlbəttə çatdırırıq, biz də Bakılıyıq. Çətin deyil. Bakılıyıq, biz də çayın içində böyümüşük. Biz də məhəllədə sambar qeynəlmişik, bu boyda vaxtından indiyənə. Zabit qardaşımı təbrik edirəm. Allah ömrünü uzun eləsin, balasını xeyir işidir, gəlmiş iştirak edir. Zabit gözəl sənətkardır, gözəl də dost. Maşınları da gördüm, çox sevindim. Görürsünüz qeyri-adi. Deyəsən, hə, bunlarla gedəcəklər, gəlin gətirir. Bir əmi olaraq bu toy haqqında bir təbriklərinizi eşidək. Biz nə vaxtdandır bu gözləyirik. Allah çox xoşbəxt eləsin. Hamının balasını xoşbəxt eləsin. Mən bu qardaşımın da balası. Bizim ən gözəl, sevinci günlərimizdən biridir. Allah hamını sevincli eləsin. Allah sizdən də razı olsun. Xoş gəlmisiniz. Zabit müəllimi salamlayıram buradan, təbrik edirəm. Gözəl insan, Allah Teala sizin ailənizə həmişə belə gözəl günlər nəsib eləsin. Siz hər şeyin gözəlinə layiqsiniz, Allah mübarək eləsin. Zabit müəllimin mənim üzərimdə böyük bir zəhməti var, haqqı var. Ondan da əlavə mən Zabit müəllimi çox istəyirəm. Sənətinin vurğunu olmuşam, mən gəlmişəm Asır Zeynallıya. Bugünkü gündə Zabit müəllimin xoş gündə yanında olmaq, onunla bərabər qonaqlarını qarşılamaq mən bir ev yiyəsi kimi özümü hiss edirəm. Çoxdur, maşallah qonaqlar çox gəlib gedir. Biraz həyəcandır. Mən də qardaşım oğlu Əmrahı təbrik edirəm. Əzizimiz Zabit, gözün aydın olsun. Evində həmişə toy şənlik bol olsun. Bəxtiyar olsunlar, xoşbəxt olsunlar. Əllərini belə möhkəm tutsunlar, bir-birinə heç bir zaman ayrılmasınlar. Bu ailə, bu xoşbəxtlik əbədi olsun, daimi olsun. Evin çoxlu nəvələrlə də olsun belə. Hey, hamısının da səsi olsun sənin kimi. Allah Teala ölkəmizi qorusun və bu günləri qızıl vaxtın sərf edib mənim bu yığıncağıma gələn dost-daşına qolmaqla Allah sizi qorusun. Zabit müəllim illərin sənətkarıdır. Doğrudan da onun məclisi belə olmalıdır. Həm sənətin bayramıdır, həm də Zabit müəllimin ailəsinin bayramıdır. O hər bir valideyn üçün doğrudan da bir böyük arzudur. Gün arzusuna çatır. Zabit Nəbizadə həqiqətən də xalq artisti. Layiqli bir insandır, layiqli bir sənətkardır, muğam ifadəsidir. Muğam, hər adam muğam ifadəsi ola bilmir.
Ona göre bütün bayramıdır bugün. Düğün muğamın bayramıdır. Ona göre zabiti o kadar ben bunları müşahidə eləmişəm ki. İlk müəllimim olub. Mən onu təbrik edirəm. Allah onun balalarını qorusun, nəvələrini qorusun. Allah zabit müəllimin balasını xoşbəxt eləsin. Cəmi bütün balaları Allah Taala xoşbəxt eləsin. Allah bu gözəl günü bütün insanlarımızın evladlarına nəsib qismət eləsin. Həm şəxsiyyətini, həm yoldaşlığını çox sevən bir adamam. Eşq olsun. Xalqımızın da ən gözəl günüdür bugün. Ay Allah, Azərbaycanım çiçəklənir günü-gündən. Ən gözəl, müstəqil bir ölkəmiz var, gözəl bir ölkəmiz var. Bu toylar həddindən artıq gözəldir. Azərbaycana məxsus olan bizim toylarımız dünyanın heç yerində yoxdur. Mən Zabit müəllimi ürəkdən təbrik eləyirəm. Gün o gün olsun, bizi nəvələrinin toyuna dəvət eləsin. Şükür Allah'a ki bu günü gördük oynan bir yerde. Onun balasının toydu. Allah ona nəvə toyu qismət eləsin. Aydın olsun. Allah balasını xoşbəxt eləsin. Təbrik edirik bizə Zabit əminin sevincinə qoşuldu. Allah övladını xoşbəxt eləsin. Zabit Nevzadənin oğlunun toyudur. Yəni biz sənət adamları da onun işığına yığışmışıq. Zabit müəllimi təbrik edirəm. Onun ailəsinə göz aydınlığı verirəm. Allah onun balasını xoşbəxt eləsin. Təbrik edirəm Əmrahı. Zabit müəllimi də təbrik edirəm. O gün olsun Zabit müəllimin balaca oğlu Əkbərin şad gününə yığışaq.
Zabit əminin gözü aydın olsun. O günlər olsun ki, inşallah ki, nəvəsinin toyuna gələr. Həyatda nə xoş günlər var. Allah Taala Əmraha qismət eləsin. Nə yaxşı ki varsınız, nə yaxşı ki bu gözəl günü işıqlandırırsınız, lenta alırsınız, tarixə salırsınız. Mən Hacı Zabiti təbrik edirəm. Balasına xoşbəxtlik, Hacı Zabit bütün gözəlliyə, bütün xoşbəxtliyə layiqdir. Zabit mənim əmimdir, atamın dostluğum əmisi oğludur. Allah xoşbəxt eləsin onun balasını. Siz də var olasınız. Mən Zabit Nəbizadəni, bizim müəllimimiz olub, xalq artistin, gözünüz aydın olsun deyirəm Zabit müəllim. Dəyərli sənətkarımız Zabit müəllim, ürəkdən təbrik edirəm. Allah xoşbəxt eləsin evladınızı. O gün olsun, gözəl balaca nəvələriniz olsun. Öpürəm hamınızı. Çox möhtəşəm toydu. Kiftə boz başında yemişəm. Gözəl mahnıda ifa edib təbrik edəcəm sizi. Allah mübarək eləsin. Allaha çox şükür edirəm ki, nə zaman nə istəmişəm yetirib mən üçün. Verən də odur, yetirən də Allahdır və bütün işimizin abadlığını verən də Allahdır. Allah Teala hamının işini aband eləsin və Allah Teala hamının balasını xoşbəxt eləsin. Və mən xalqıma təşəkkür edirəm. Mənim bu şad günümdə gəlib mənim bu sevincimə şərik olmaqlarına təşəkkür edirəm. Bilirsən, toyun adını ona görə toy qoyurlar ki, toy yesin, ürək partlamasın. Toy ağır məclisdir və toy sözünün mənasında təkrar olunmayan yığıncaqdır. Bu ömürdə bir dəfə olan bir şeydir. Allah Teala'dan arzu edirəm ki, Allah Teala hamının balasına gözəl toylar nəsib eləsin. Gecənin ən yadda qalan anı isə sənətkarın oğluna muğam üstündə dediyi Kövrək bəy tərifi olub. Duyğularına hakim ola bilməyən xalq artistinin göz yaşları qonaqlarda təsirləndirib. Yaxşıdan yaxşı ol əllər içində, toxsuna bir ziyan yetirmə yolum. Bir könüldə qırıpsınə zanlama, sirrini yerəldən gizlin saxlama, dilinə yalan söz gətirmə oğlum. Gel gel
Biz də Mağazin Plus kollektivi olaraq gənc cütlüyə bir ömür boyu sevgi, səadət və xoşbəxtlik arzulayırıq. Klassika, avangard, modern üslubu hamısını bir arada birləşdirir. Hara? Əlbəttə ki, Dəniz Molda yerləşən Pierre Cardin dükanı. Stilistim Zülfiyə xanıma bir daha təşəkkür edirəm. Mağazin Plus-un çəkilişində göstərdiyi dəstəyə görə Pierre Cardin dükanına təşəkkürlər. Gözəllik, dadlı ləzzətli təamlar və yüksək keyfiyyətli xidmət. Mağazin Plus-dan bu həftədə çatdıracaqlarımız bu qədər. Mağazin Plus plastik, rekonstruktiv, estetik uzman həkim Talih Qasımovun baş sponsorluğu, Saf Travel və Tural Avtoservis 023-ün sponsorluğu ilə sona çatdı. Bu həftəlik sona çatdı. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Verilişin baş sponsoru plastik, rekonstruktiv, estetik uzman həkim Talih Qasımov. Verilişin sponsorları Tural Avtoservis 023 və Saf Travel.